Herkese salam. Biz Levillər kitabının ikinci hissəsində davam edirik. Əti yeyilən və yeyilməyən heyvanlar. Rəbb Musa ilə Haruna belə dedi: İsrail övladlarına belə deyin: Quruda yaşayan heyvanlardan belələrinin ətini yemək olar. Hər hansı qoşadırnaqlı gövşəyən heyvanın ətini yeyə bilərsiniz. Lakin gövşəyən yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin. Dəvə, çünki o gövşəsə də qoşadırnaqlı deyil. Buna görə də sizin üçün haramdır. Qaya dovşanı, çünki o gövşəsə də qoşadırnaqlı deyil. Buna görə də sizin üçün haramdır. Dovşan, çünki o gövşəsə də qoşadırnaqlı deyil. Buna görə də sizin üçün haramdır. Donuz, çünki o qoşadırnaqlı olsa da gövşəmir. Buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun. Onlar sizin üçün haramdır. Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun. Onların ətini yeməyin və leşindən iyrənin. Onlar sizin üçün iyrənc olsun. Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun. Quşlardan bunları iyrənc olduğuna görə yeməyin. Qartal, keçə, ləkərkəz, qaraquş, çalağan, bütün şahin cinsindən olanlar, bütün qarğa cinsindən olanlar, dəvə quşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, yapalaq, qarabattaq, böyük bayquş, ağ bayquş, qutan, leş kərkəsi, leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa, dördayaqlı gəzən qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun. Lakin dördayaqla gəzən qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları yeyə bilərsiniz. Onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları, bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar. Bütün digər dörd ayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun. Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar saysın. Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun. Axşama qədər murdar sayılsın. Qoşadırnağı olmayan, yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın. Pəncələri üstündə yeriyən dördayaqlı hər heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşama qədər murdar sayılsın. Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar sizin üçün murdar sayılsın. Yerdə yaşayan heyvanlar arasında sizin üçün murdar olan bunlardır. Kor siçan, hər növ kərtənkələ, gekkon, varan, kərtəncik, kələz, buqələmun. Bunlar bütün qaynaşan heyvanlar arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşama dək murdar sayılsın. Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya nə cür iş üçün işlənsə suya salınsın. Axşama qədər murdar sayılsın. Axşamdan sonra təmiz sayılsın. Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın. Belə bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır. O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq sökülsün, çünki murdarlanıb. Onlar sizin üçün murdar olsun. Ancaq su bulağı yaxud su anbarı pak sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın. Bunlardan birinin leşi əkin üçün ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın. Amma leş suya salınmış toxumun üstünə düşərsə, toxum sizin üçün murdar olsun. Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar sayılsın. O heyvanın leşindən yeyən adam geyimini yusun və axşama qədər murdar sayılsın. Leşini daşıyan adam da geyimləri yusun və axşama qədər murdar sayılsın. Yer üzündə sürünən hər qaynaşan heyvan sizin üçün iyrənc olsun. Onu yeməyin. İstər qarnı üstündə, istər dörd ayağı ilə sürünən ya da yer üzündəki çox ayaqlı olan qaynaşan heyvanlardan yeməyin. Çünki onlar iyrəncdir. Qaynaşan heyvanların heç biri ilə özünüzü iyrənc edib murdarlamayın. Çünki onlara görə siz murdar olarsınız. Allahınız Rəbb mənəm. Özünüzü təqdis edin və müqəddəs olun. Çünki mən müqəddəsəm. Özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin. Çünki Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Rəbb mənəm. Müqəddəs olun. Çünki mən müqəddəsəm. Heyvan, quş, sularda üzən
hər cür canlı məxluq, yer üzündə qaynaşan hər cür heyvan haqqında təlimat budur. Bununla paçla murdar şeylər arasında, yeyilən və yeyilməyən heyvanlar arasında fərq qoyulur. Cüzam yaxud da iyrənc dəri xəstəliyidir. Zahı qadınlar üçün qaydalar. Rəbb Musaya dedi: İsrail övladlarına belədir. Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı murdarlıq dövründə olduğu kimi 7 gün murdar sayılsın. 8-ci gün uşaq sünnət olunsun. Qadın qanaxmadan paçlanmaq üçün daha 30 gün gözləsin. Bu paçlanma dövrü bitənə qədər qadın heç bir müqəddəs şeyə toxunmamalı və müqəddəs məkana yaxınlaşmamalıdır. Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi 2 həftə murdar sayılsın və paçlanmaq üçün əlavə olaraq 66 gün gözləsin. Oğlan yaxud qız uşağı doğub paçlanma müddəti bitəndə qadın hüzur çadırının girişinə birilik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin. Kahin bunları Rəbbin hüzurunda qurban gətirib zahı qadın üçün kəfarə etsin ki, o qan axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur. Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah qurbanı olaraq 2 qumru quşu yaxud 2 göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəfarə etsin ki, o pak olsun. Cüzam və dəri xəstəlikləri. Rəbb Musaya və Haruna dedi: Bir adamın dərisinə şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin. Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını 7 gün müddətinə təcrid etsin. 7-ci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də 7 gün müddətinə təcrid etsin. 7-ci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın. Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin. Kahin yenə də ona baxsın. Dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır. Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin. Kahin ona baxsın. Dərdəki tükləri ağardan xoralı ağ bir şiş varsa, bu bədənin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır. Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağa dək tutması kahinə görünsə, qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın, lakin o adamda xoralanma görünsə, o murdar sayılsın. Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o cüzamdır. Xoralanma sağalıbsa, ağardığı halda o adam kahinin yanına getsin və kahin ona baxsın. Əlamət ağarıbsa, o adam pak elan etsin. O adamı pak elan etsin, çünki o pakdır. Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra və yerində ağ şiş yaxud qırmızımtıl ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin. Kahin ləkəyə baxsın. Üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu çibanla başlanan cüzamdır. Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, soluğundur, onda kahin azarlını 7 gün müddətinə təcrid etsin. Əgər dərdəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin, çünki bu əlamətdir. Amma ləkə yerində qalıb yayılmayıbsa, bu çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin. Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl ağ və yaxud ağ parlaq ləkə əmələ gələrsə, kahin ləkəyə baxsın. Ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir. Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını 7 gün müddətinə təcrid etsin. 7-ci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamın əlamətidir. Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu yanıqdan qalan şişdir. Kahin o adamı pak elan etsin, çünki bu yanıqdan qalan izdir. Bir kişinin ya qadının başında, ya çənəsində əlamət olanda kahin ona baxsın. Əlamət dəridən
dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik qoturdur. Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib, üstündə qara tüklər olmayan halda kahin qotur adamı 7 gün müddətinə təcrid etsin. Kahin 7-ci gün yenə də əlamətə baxsın. Qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə, qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Yəni o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də 7 gün müddətinə təcrid etsin. 7-ci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməzsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın. Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa, kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın. Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın. Kahin onu pak elan etsin. Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa, qoy kahin baxsın. Dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın. Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın. Əgər alnından saç tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın. Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır. Kahin oraya baxsın. Saçı tökülmüş yerdəki şiş qırmızımtıl ağdırsa və cüzam kimi görünürsə, o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb murdaram, murdaram deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. Parçadakı iyrənc kif. Üstündə iyrənc kif əlaməti olan hər cür parça, yun ya da kətan geyim, yaxud hər cür toxunma parça, yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur. Ya geyimdə, dəridə, ya da hər cür parçada dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıl təhər və ya qırmızımtıl olsa, bu iyrənc kif əlamətidir. Qoy bu kahinə göstərilsin. Kahin ona baxıb əşyanı 7 gün müddətinə təcrid etsin. 7-ci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın. Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu iyrənc təhlükəli kifdir, yandırılsın. Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb, kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də 7 gün müddətinə təcrid etsin. Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfində olsun. Onu yandırmalısınız. Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın. Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın. Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın. Bu yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər şey əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır. Cüzam haqqında Rəbb Musaya dedi, dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə, kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın. Onun dərisindəki əlamətlər sağalıbsa, onda qoy kahin paklanan adam üçün 2 pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin. Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin. Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb axar suyun üzərinə kəsilən quşun qanına batırsın. Sonra qoy cüzamdan paklanan adamın üstünə 7 dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın. Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın.
su ilə yuyunsun, sonra pak sayılsın və düşərgəyə girsin. Amma o 7 gün ərzində öz çadırından kənarda yaşasın. 7-ci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın. Geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın. 8-ci gün o adam qüsursuz 2 erkək toğlu, 1 illik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq 1 efanın 3 hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və 1 lok zeytun yağı gətirsin. Başlanma mərasimi ilə məşğul olan kahin başlanan adamı və gətirdiyi təqdimləri Rəbbin huzuruna, huzur çadırının girişinə gətirsin. Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin huzurunda yerlədərək təqdim etsin. Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə, müqəddəs sayılan yerdə kəssin. Çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir. Sonra kahin təqsir qurbanının qanından biraz götürüb başlanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin. Kahin biraz zeytun yağı götürüb sol ovucuna töksün və sağ əlinin bir barmağını sol ovucundakı zeytun yağına batıraraq Rəbbin huzurunda 7 dəfə çiləsin. Ovucunda qalan yağdan kahin başlanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün. Kahin ovucundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin. Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib onunla taxıl təqdimini qurbancaqda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın. Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yerlədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efanın narın unla bir ulog zeytun yağı, biri günah qurbanı, o biri yandırma qurbanı olaraq 2 qumru quşu yaxud 2 göyərçin götürsün. Bunlara gücü çatar. Paklanmasının 8-ci günü bu adam bunları kahinin yanına, huzur çadırının girişinə, Rəbbin huzuruna gətirsin. Kahin təqsir qurbanı olan toğlunu və bir log zeytun yağını götürüb, yerləmə təqdimi olaraq Rəbbin huzurunda yerləsin və təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından biraz götürüb, paklanan adamı sağ qulaq mərcəyi və sağ əli ilə də sağ ayağının baş barmaqlarına çəksin. Kahin zeytun yağından biraz sol ovucuna töksün və sağ əlinin bir barmağı ilə sol ovucundakı yağdan Rəbbin huzurunda 7 dəfə çiləsin. Ovucundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin. Kahin ovucundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin. Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin, gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin. Bu dərisində cüzamın əlaməti olub, paklanmasına gücü çatmayan adam üçün təlimatdır. Evlərdəki iyrənc kif. Rəbb Musaya və Haruna dedi: Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm, qoy ev sahibi gedib kahinə evimdə kifə bənzər bir şey görünüb deyə xəbər versin. Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın. Sonra o evə baxmağa getsin, əlamətə baxsın. Evin divarlarında yaşıl təhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa, kahin evdən çıxsın və onu bağlayıb 7 gün müddətinə təcrid etsin. 7-ci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa, onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara murdar yerə atılsın. Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara həmin murdar yerə töksünlər. Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar. Sonra təzə mala götürüb evi malalasınlar. Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə, kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın. Belə halda qoy ev çökülsün. Onun daşları, taxtaları, bütün malası şəhərdən kənara murdar yerə atılsın. Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın. O evdə yeyən yaxud yatan adam geyimlərini yusun.
Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o evi pak elan etsin. Çünki çift keçib gedib. O evi pak etmək üçün iki quş sidr ağacının budağı, al rəngli ip və züfə otunu götürüb quşların birini saxsı qabda axar su üzərində kəssin. Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın. Evə 7 dəfə çiləyərək quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfə otu və al rəngli iplə o evi pak etsin. Qoy kahin sağ qalan quşu şəhərdən kənara çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın. Bu hər cür cüzam, qotur, geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif, şiş, səpki və ləkə, belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır. Xəstəliyə görə bədən axıntıları. Rəbb Musaya və Haruna belə dedi: İsa övladlarına belə deyin: Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır. Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəsdə geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəsdə geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun, o axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın. Onun altında olmuş hər şeyə toxunan hər kəsdə geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Belə şey daşıyan hər kəsdə geyimini yusun. Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın. Taxta qab isə su ilə yuyulsun. Bu adam öz axıntısı kəsildiyi halda paklamaq üçün 7 gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın. 8-ci gün 2 qumru quşu ya 2 göyərçin götürüb Rəbbin huzuruna, huzur çadırının girişinə gəlsin və bunları kahinə versin. Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin. Cinsi axıntı. Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın. Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun. Sonra axşama qədər murdar sayılsın. Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın. Qadınların qanaxması. Aybaşı vaxtı qanaxması olan hər qadın 7 gün murdar sayılsın. Ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın. O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın. Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də 7 gün murdar sayılsın. Kişinin yatdığı hər yataq da murdar sayılsın. Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq, oturduğu hər şey murdar sayılsın. Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o geyimini yusun, su ilə yuyunsun, axşama qədər murdar sayılsın. Əgər axıntısı kəlsinsə, o qadın 7 gün gözləsin, sonra pak sayılsın. 8-ci gün həmin o qadın 2 qumru quşu yaxud 2 göyərçin götürüb huzur çadırının girişinə kahinin yanına gətirsin. Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin. Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər.
Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün, aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür. Kəffarə günü. Harunun iki oğlu Rəbbin huzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin. Çünki mən kəffarə qapağının üzərindəki buludda zahir oluram. Buna görə Harun müqəddəs yerə yalnız belə girə bilər. Günah qurbanı üçün bir buğa və yandırma qurbanı üçün bir qoz götürsün. Müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun əvvəl bədənini su ilə yusun, sonra onları geysin. İsrail övladlarının icmasından günah qurbanı, iki təkə və yandırma qurbanı üçün bir qoz götürsün. Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin. Sonra Harun iki təkəni götürüb Rəbbin önündə hüzur çadırının girişində saxlasın. Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin. Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin. Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin. Azazel xalqın günahını kəffarə etmək üçün çölə qovulan təkə. Kəffarə günü bu təkə xalqın bütün günahını özündə daşıyıb çölə qovulub yox olurdu və bu xalqın günahının gedib yox olmasının rəmzidir. Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını, buğanı kəssin. Rəbbin huzurundan qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb 2 ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin. Rəbbin huzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin. Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə, qapağın qarşısına da 7 dəfə çiləsin. Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onu qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin. Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə müqəddəs yer üçün kəffarə etsin. Murdar xalq arasında yerləşdiyinə görə hüzur çadırı üçün belə etsin. Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail cəmaatı üçün kəffarə edib çıxsın. Sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin. Buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin. Harun qurbangahın üstünə barmağı ilə 7 dəfə qan siləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis etsin. Qoy Harun müqəddəs yeri hüzur çadırından qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin və iki əlini o təkənin başına qoyub İsraillərin bütün qanunsuzluğundan və günahlarından ötürü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın. Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın. Harun hüzur çadırına girsin və müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun. Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin. Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın. Azazel olan təkəni yola salan adam da geyimini, bədənini su ilə yusun. Sonra düşərgəyə girsin. Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparıb yandırılsın. Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin. Bu sizin üçün əbədi bir qayda olsun. 7-ci ayın 10-cu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin. Həm yerliləriniz, həm də aranızda yaşayan yadelilər
belə etsin. Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin huzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz. O gün sizin üçün şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu əbədi qayda olsun. Atasının yerinə kahinlik etmək üçün məhz edilmiş vəzifəli baş kahin belə kəffarə etsin. O müqəddəs kətan geyimlərini geyib, ən müqəddəs yer, hüzur çadırı, qurbancaq üçün kəffarə etsin. Kahinlər və cəmaatın hər biri üçün də kəffarə etsin. İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun. Rəbbin Musaya əmr etdiyi kimi oldu. Həyat verən qandır. Rəbb Musaya belə dedi: Harunla oğullarına və bütün İsrail övladlarına söylə, Rəbbin əmri budur. İsraillilərdən düşərgədə yaxud onun kənarında malqara, qoyun ya da keçi kəsən, onu Rəbbin məskəninə, onun önünə qurban kimi təqdim edərək, hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdən müqəssir sayılsın. Belə adam xalq arasından qovulsun. Belə ki, İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin huzuruna, hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər. Kahin belə qurbanın qanını hüzur çadırı girişinin yanındakı Rəbbin qurbancağına səpsin. Piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın. İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu nəsildən nəslə onlar üçün əbədi qayda olsun. Bir də ki, onlara de: İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə Rəbbin huzuruna təqdim edərək hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalq arasından qovulsun. İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən biraz da olsa qan yeyən hər kəsdən mən üz döndərib xalq arasından qovacağam. Çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbancaqda təqdim olunmağa təyin etmişəm. Çünki həyat verdiyinə görə kəffarə edən qandır. Buna görə də mən İsrail övladlarına demişəm: sizdən heç bir kəs aranızda yaşayan yadelli də qan yeməsin. İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün. Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə mən İsrail övladlarına heç bir məxluqun qanını yeməyin demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqın arasından qovulsun. Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən, heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşama dək murdar, sonra pak sayılsın. Əgər belə adam geyimini və bədənini yumasa cəzasını çəkəcək. Qadağan olunmuş cinsi münasibətlər. Rəbb Musaya dedi: İsrail övladlarına belə de: Allahınız Rəbb mənəm. Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət ənənələrinə əməl edib uymayın. Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin. Onlara uyğun yaşayın. Allahınız Rəbb mənəm. Qaydalarıma və hökmlərimə səylə əməl edin. Onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb mənəm. Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb mənəm. Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma. O sənin anandır, onunla cinsi əlaqədə olma. Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur. Ata bir yaxud ana bir bacınla səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma. Çünki onların namusu sənin namusundur. Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma. O sənin bacındır. Bibinlə cinsi əlaqədə olma. Çünki o atanın yaxın qohumudur. Xalanla cinsi əlaqədə olma. Çünki o ananın yaxın qohumudur. Əminin namusunu tapdalama. Onun arvadı ilə yaxınlıq etmə. Çünki o sənin əmi arvadındır. Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma. Qardaşının arvadı ilə cinsi əlaqədə olma. Çünki bu qardaşının namusudur. Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma. Çünki onlar sənin yaxın qohumların olduğu üçün bu əxlaqsızlıqdır. Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma. Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə. Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama. Övladlarının heç birini molekə
qurban olaraq təqdim etmə. Beləliklə Allahının adını ləkələmə. Rəbb mənəm. Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin. Bu iyrəncdir. Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu rəzillikdir. Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin. Çünki özünüzdən qovacağın millətlər bunların hamısı ilə murdarlanıb, torpaqlarını da murdarlayıblar. Buna görə də mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. İstər yerli, istər aranızda yaşayan yadelli. Hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. Özünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. Beləliklə, önünüzdə edilən iyrənc adətlərin əməl edib onlarla özünüzü murdar etməmək üçün mənim buyruğuma riayət edin. Allahınız Rəbb mənəm. Cinsi əlaqədə olmaq hərfi tərcümədə ayıb yerinə atmaq mənasını verir. Müqəddəslik və ədalət. Rəbb Musaya dedi, bütün İsrail övladlarının icmasına bəyan edib de, müqəddəs olun, çünki mən Allahınız Rəbb müqəddəsəm. Sizdən hər kəs atasına və anasına hörmət etsin və mənim şənbə günümlərimə riayət etsin. Allahınız Rəbb mənəm, bütlərə tərəf dönməyin və özünüzə tökmə Allahlar düzəltməyin. Allahınız Rəbb mənəm. Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin. Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin. Üçüncü günə qalan hissəsi yandırılsın. Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar. O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o xalqı arasından qovulsun. Torpağınızda məhsul biçəndə tarlanın qıraq bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb mənəm. Oğurlamayın. Hər birinizə yalan satıb aldatmayın. Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb mənəm. Qonşunu istismar etmə, onu soyma. Muzlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. Kar adama söymə, kör adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb mənəm. Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyil sal. Amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etmə. Qonşunun qanının tökülməsini istəmə. Rəbb mənəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbih et ki, sən də günahının cəzasını çəkməyəsən. Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama, ancaq qonşunu özün kimi sev. Rəbb mənəm. Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin. Bir kişi başqa kişinin nişanlı hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin, amma onlar öldürülməsinlər. Çünki qarabaş azad deyil. O kişi isə Rəbbin önünə hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin. Kahin o kişi üçün işlətdiyi günahın təqsir qurbanı olan qoçsa Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın. Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün 3 il haramdır, onu yeməyin. 4-cü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın. 5-ci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb mənəm. Heç bir əti qanlı yeməyin. Baxıcılıq etməyin. Gələcəyi deməyin. Gicgahlarınızı qırxmayın. Saqqallarınızı, kənarlarını kəsməyin. Ölülərə görə bədəninizə yara vurmayın. Bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb mənəm. Qoy heç kim qızını fahişəlik edib
ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın. Şənbə istirahət günlərinə riayət edin və müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb mənəm. Dindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb mənəm. Yaşlıların qarşısında ayağa durun. Ağsaqqallara hörmət edin. Allahınızdan qorxun. Rəbb mənəm. Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin. Hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb mənəm. Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb mənəm. Bütün mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb mənəm. İtaətsizliyə görə cəza. Rəbb Musaya dedi: İsrail övladlarına de, İsraillilərdən və İsraildə yaşayan yadillilərdən övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin. Öz övladını Molekə təqdim etdiyi üçün mən o adamdan üz döndərib xalqı arasından qovacağam. Çünki o müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir. Əgər ölkə xalqı o adamın övladını Molekə təqdim etdiyini görüb, göz yumaraq onu öldürməsə, mən özüm həmin adamdan və ailəsindən üz döndərib onu və onunla birgə Molekə mənə xəyanət edən hər kəsi xalqın arasından qovacağam. Mənə xəyanət edərək dindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam. Buna görə də özünüzü təqdis edin və müqəddəs olun. Çünki Allahınız Rəbb mənəm. Qaydalarıma səylə əməl edin. Çünki sizi təqdis edən Rəbb mənəm. Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir. Başqa kişinin arvadı ilə zina edənlərə aid, qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir. Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir. Gəlini ilə yaxınlıq edən kişi, gəlini ilə birgə hər ikisi öldürülməlidir. Çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. Kişi qadınla yaxınlıq etdiyi kimi, kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər. Qanlarının tökülməyinə özləri baisdir. Qadınla bərabər anasını arvad alan kişi əxlaqsızlıq edər. Aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da yandırılsın. Heyvanla cinsel əlaqəyə girən kişi öldürülməlidir. Heyvan isə kəsilməlidir. Hər hansı bir heyvanla cinsel əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. Əgər bir kişi ata bir yaxud ana bir bacısını alıb onunla cinsel əlaqədə olsa, qadın da onunla cinsel əlaqədə olsa, bu rüsvayçılıqdır. Onlar xalq arasından qovulsun. Bacısı ilə cinsel əlaqədə olan kişi cəzasını çəkər. Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib, onunla cinsel əlaqədə olarsa, qadının qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalq arasından qovulsun. Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq edənlər cəzasını çəkərlər. Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış olur. İkisi də günahın cəzasını çəkərək övladları olmadan öləcəklər. Qardaş arvadını alan kişi qardaşının namusunu tapdalayaraq murdar iş görür. Onlar sonsuz qalacaqlar. Siz mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin. Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın. Onlar bütün bu şeyləri etdiklərinə görə mənim gözümdə iyrəncdirlər. Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız. Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm. Sizi digər xalqlardan ayıran Allahınız Rəbb mənəm. Beləliklə siz pak və murdar heyvan və quşları bir-birindən ayırd edin. Sizin üçün ayırd etdiyim murdar sayılan heyvanlar yaxud quşlar ya da yerdə sürünən məxluqlarla özünüzü iyrənc etməyin. Siz mənim üçün müqəddəs olun, çünki mən müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz mənim xalqım olasınız. Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir. Onlar daşqalaq olmalıdır. Bunlar qanlarının tökülməyinə özləri baisdir. Bizim növbəti 3-cü hissəmizdə axırıncı sonuncu Levlər kitabında 21-ci fəsildən
27-ci fəslə qədər olacaq. 3-cü hissəmiz 27-ci fəsildə daxil olmaqla. Burada artıq mövzumuz deməli, mövzumuz kəffarə, təqdis olunma və ibadət haqqında, qanunlar haqqında olacaq. Biz paklıq və murdarlıq haqqında və kəffarə haqqında bu ikinci hissədə keçdik. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, salamat qalın.